rahat sən rəqibini bilməyə bilərsən, amma o məsəl üçün Magnus Carlsen ola bilər, deyək ki, hə? İndiyə kimi oynadığım ən güclü şahmatçı Magnus Carlsen olub və ona da qalib gəlmişəm. 2019-cu ildə Hindistanda 14 yaşlar arasında dünya çempion olmuşdum. Daha çox təsir edirdi məğlubiyyətlər, amma bir yerdən sonra başa düşürsən ki, məğlubiyyətlər qaçılmazdır. Bir dəqiqəlik şahmat, yoxsa klassik şahmat hansı sənin üçün daha maraqlı? Hal-hazırda dünyada təqribən 50-ci sıradayam. Növbəti etapda kimlərlə oynamaq, ümumiyyətlə hədəflərində kimlər var? Və həmişə ucundan sonra ağlayırdım, artıq hamısına qalib gəlirdim. Ondan sonra mənimlə oynamadılar bir yerdən sonra. Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Həyatın içindən efirdədir və bugün də çox maraqlı bir gənclə söhbətimizin şahidi olacaqsınız. Bu yaxınlarda ölkəmizin bayrağını qürurla dünya arenasında qaldıran Aydın Süleymanlı bugün qonağımızda. Xoş gəlmisən Aydın. Xoş gördük, çox sağ olun dəvətə görə. Bizə qısa bir xronika keç, öz uğurların və ölkəmizə gətirdiyin bu gözəl titullarla bağlı. Mən Süleymanlı Aydın, 5 yaşından şahmatla məşğul oluram. Şahmatla marağım ilk dəfə məktəbə qədər hazırlıqda yaranmışdır və evdəkilər bu marağımı görüb məni şahmat dərnəyinə yazdırmışlar və o vaxtdan demək olar şahmat həyatımın böyük bir hissəsidir. İlk uğurum 2013-cü ildə 8 yaşa qədər Avropa çempionatında birinci olmağım olub və elə bu turnirdən də bir neçə həftə sonra dünya çempionatında üçüncülüyə yiyələnmişdim. Bundan sonra artıq şahmatda daha da professional yanaşmağa başladım və o vaxtdan bəri də elə şahmatla məşğulam. Uğurlarında Aydın daha çox kimi dəyərləndirirsən, öz əzmində, öz istəyində, yoxsa bu konkret olaraq ailənin sənin üzərindən qoyduğu bir məsuliyyətdir. Bəzən biz uşaqlarımızı yükləyirik ki, sən bizim fəxrimiz olmalısan, bizim üçün falan. Yəni nədir uğurunun sirri? Yox, məndə elə bir baskı olmayıb. Şahmata da elə dediyim kimi öz marağımla və öz istəyimlə şahmata gəlmişəm. Yəni evdəkilər heç vaxt məni şahmatçı olum deyə məcbur eləməyib. Sadəcə olaraq bu işdə potensialı olduğunu görürlər və mənə həmişə dəstək olurlar. Və bunların hər ikisi bir yerə gələndə həm mən şahmatı sevirəm, həm ailəm mənə dəstək olur. Məncə uğurun əsas sirri budur. Aydın, şahmat elə bir idman növüdür ki, burada beyin daha çox rol oynayır və olduqca analitik düşünmə lazımdır burada. Amma bəzən psixoloji məqam, psixoloji təsir də rol oynayır. Bir rəqibin gözünün içinə baxıb onu məğlub etmək mümkündürmü, yoxsa burada taktiki gediş daha çox rol oynayır? Mənə elə gəlir ki, hər ikisi vacibdir. Mən hətta dostlarıma və s. şahmat haqqında danışanda həmişə deyirəm ki, şahmat bəlkə də şahmatın 20%, 30%, bəlkə daha çox psixologiya ilə əlaqəlidir. Yəni psixoloji olaraq çox güclü olmalısan, məğlubiyyətlərdən sonra çox da pis olmamalısan, yəni turnirin davam etdiyinin fərqində olmalısan və növbəti oyunlara konsentrasiya olmalısan. Gözünün içinə baxıb məncə bəlkə ki, uşaq yaşlarında və s. ola bilər. Amma bir yerdən sonra, yəni indiki dövrdə xeyr. Elə bir şey mümkün deyil. Amma yenə də psixoloji olmaq çox vacibdir təbii ki. Psixoloji güclü olmaq. Qalibiyyəti bilmədiyin halda oyunlara gedirsən və çox güclü rəqiblərin olub. Bu halda ümumiyyətlə bu qalibiyyətə hazırlıq prosesini necə özündə nizamlayırsan? Mütləqdirmi burada bir
düşüncə filan, hansısa bir strategiya ortaya qoyasan, yoxsa bu oyunun gedişatına asılı olaraq dəyişir? Təbii ki, həmişə oyundan qabaq xüsusi hazırlıqlar olur rəqibə qarşı. Rəqibin oyunlarını analiz edirəm müəllimimlə birlikdə və düşünürük ki, hansı vəziyyətlərdə məsələn rəqibə qarşı qalib gəlmə şansım daha çoxdur, rəqibin zəiflikləri hardadır və s. Amma təbii ki, daha çox oyun zamanı az çox bəlli olur bunlar. Biz nə qədər planlasaq belə bəzən planladığımız kimi olmur. Əsas oyun zamanı olur hər şey. Yəni qərar veririk oyun zamanı. Məğlubiyyətin olubdumu və bu sənin gələcək oyunlarında, gələcək məqsədlərinə mane olubdumu, yoxsa əksinə? Məğlubiyyət təbii ki, hamıda olur və məndə də çox olub. Əvvəl daha çox təsir edirdi məğlubiyyətlər, amma bir yerdən sonra başa düşürsən ki, məğlubiyyətlər qaçılmazdır, sadəcə olaraq bunlardan dərs çıxarmaq lazımdır ki, gələn dəfə eyni səbəblə, eyni səhvdən məğlub olmayasan. Əsas məncə odur, səhvlərdən dərs çıxardıqca məncə məğlubiyyətlərin sayı da azalacaq. İlk ən böyük uğurun Hindistanda keçirilən çempionat olubdu və öz yaşıdların arasında Azərbaycana böyük bir uğur gətirmisən. Bu növbəti hədəflərində nə kimi uğurları səndə belə deyək də planladı və məqsədlərin növbəti etapda kimlərlə oynamaq, ümumiyyətlə hədəflərində kimlər var? Bilirəm ki, bu sonuncu çempionatında rəqibin sənin arzun olubdu, bir oyuna çıxmaq və qalib olmusan. Növbəti hədəflərdə kim var? Bəli, 2019-cu ildə Hindistanda 14 yaşlar arasında dünya çempionu olmuşdum. Ondan sonra artıq məqsədim ümumiyyətlə uşaqlar arasında yox, böyük şahmatçılar arasında yaxşı şahmatçı olmaq idi və indi də hal-hazırda dünyada təqribən 50-ci sıradayam. Məqsədim 2700-2750 reytinq bariyerindən aşıb yaxşı şahmat göstərməkdir, belə deyim. Aydın, ümumiyyətlə belə beyin işi və yaxud da daha çox incəsənət insanlarına məxsus olan bir xarakterdir bu. Bəzən maddiyyat ikinci planda qalır. Yəni düşünürsən ki, mənim məqsədlərimə çatmaq üçün mənim mənəvi zənginliyim olmalıdır, ona daha çox köklənməliyəm. Olubmu ki, hansısa bir yarışlara qatılmağın üçün hər hansı bir təkan, maddi təkan lazım olub, amma sən burada beyni işlətmisən və qalibiyyəti gözə almısan? Bəli, belə turnirlər çox olub. Ümumiyyətlə düşünürəm ki, hal-hazırda indiki yaşımda pul o qədər də önəmli deyil. Əsas məncə karyeradır və onsuz da əminəm ki, karyera daha yaxşı olduqca, karyeram irəlilədikcə onsuz yəqin ki, maddi cəhətdən də daha yaxşı vəziyyətə gələcəm. Ona görə bəli, əsas məsələn hər hansı bir turnir mənim üçün maraqlıdırsa, yəni hər hansı bir maddi qazanc güdmədən belə gedib oynayıram çox vaxt o turnirlərdən. Aydın, qalibiyyətin zamanı nə düşünmüsən? İlk zəng elədiyin insan kim olub? Kimlə bölüşmüsən? İlk təbii ki, ailəmə zəng elədim və onlar onsuz da artıq qalib gəldiyimdən xəbərdar edilər. Çünki sağ olsunlar həmişə ailəm, babam və s. hamısı oyunlarını canlı izləyirlər və artıq qalib gəldiyimi bilirdilər mən zəng vuranda. Onlar isə mənə növbəti oyunlarda uğurlar arzuladı və qazanacağıma inandıqlarını bildirdilər. Evdə belə deyək də ciddi arenadan fərqli olaraq kimlərlənsə mən bildiyim qədər sənin babaların da riyaziyyatçı, fizik olublar, onların genetik faktoru da bəlkə də burada əhəmiyyətli bir rol oynayır, amma sənin özün əzmin, istəyin də burada üstələyir. Amma onlarla bir oynayıb, onlara bir klass göstərdiyin olubmu? Əslində 5-6 yaşımdan şahmat oynayıram və o vaxtlar oynayanda həmişə məğlub olurdum babalarıma və həmişə ucundan sonra ağlayırdım. Hətta belə bir hekayə də var ki, həmişə anam mənə deyir, məsələn, babamla oynayanda həmişə anam deyirdi ki,
bəlkə yəni ya bilərəkdən pis oynayıb udacaqsan, bəlkə Aydına bir motivasiya gəlir və s. Babam da heç vaxt bilərəkdən uduzmurdu. Həmişə mən udurdum, mən də bundan sonra ağlamağa başlayırdım. Amma bu çox çəkmədi təbii ki, bir müddət şahmat dərinə gedəndən sonra artıq hamısına qalib gəldim. Ondan sonra mənimlə oynamadılar bir yerdən sonra. Söhbət elə adını daşıdığın Aydın müəllimdən gedir. Bizim çox belə deyək də elmimizə Yəqin ki, Aydın babam daha çox digər babamla oynayıram, Əli Abbas babamla. Bəli, Əli Abbas babanızı buradan salamlayırıq. Aydın müəllimə də ruhu şad olsun deyirik. Çünki onların sözün əsl mənasında nəslinə gözəl bir ad qazandırmış nəvəssən. Aydın, süni intellekt dövründə yaşayırıq və şahmata ümumiyyətlə bu sahəyə hansı formada təsir göstərir süni intellekt? Biz təbii ki, oyunlara hazırlaşanda həmişə süni intellektlərdən, şahmat kompüterlərindən, şahmat proqramlarından istifadə edirik və oyunlara onlarsız hazırlaşan adam mən demək olar tanımıram və bu təbii ki, şahmatın əsas hissəsinə çevrilib artıq. Bizdə hətta şahmatda bəzi problemlər də var ki, məsələn, kompüter sayəsində, məsələn, mən turnirdə oynayanda əgər belə deyək, cılalçılıq eləmək istəsəm, kompüterdən istifadə edib əslində hamıya qarşı qalib gələ bilərəm. Dünyanın ən güclüsünə qalib gələ bilərəm. Ona görə bizdə çox vaxt turnirlərdə ciddi yoxlanış olur ki, belə hallarla qarşılaşmasınlar. Bir dəqiqəlik şahmat yoxsa klassik şahmat hansı sənin üçün daha maraqlı? Bir dəqiqəlik şahmat. Yəni burada sənə əsas güc verən nədir? Yəni bir dəqiqəlik şahmat biz bilirik ki, daha çox mexaniki və daha çox beyin işi tələb edən bir məsələdir, amma klassik şahmatda düşüncə, uzun müddətli taktiki gedişlər. Bir dəqiqəlik şahmat həm çox da ciddi bir şahmat deyil, ona görə oynayanda insan daha rahat olur, heç bir stres keçirtmir və həm də daha əyləncəlidir. Klassik şahmat. Məsələn, klassik şahmatda 4 saatda, 5 saatda bir dənə oynaya bilirsənsə, bir dəqiqəlik şahmat 4 saatda 200 dənə, 300 dənə oynaya bilərsən və bu daha maraqlıdır. Bir dənə klassik şahmat oynanırsa. Aydın, sən çox balaca yaşlarından bu şahmatla məşğulsan. Bu sənin dostluq çevrənə, ümumiyyətlə uşaqlığını yaşamağına və şəxsi həyatına hal-hazırda təsir eləyirmi? Yəni bəlkə biraz eləyir, çünki turnirlərdə çox oluram və dostlarımla çox görüşə bilmirəm və s. Amma onsuz turnirdən gələndə, başda olanda dostlarımla görüşürəm. Uşaqlığı yaşamaq məsələsinə gələndə də mənə gəlir, əslində yaxşı uşaq yaşamışam. Şahmat səbəbindən bir çox xarici ölkələrdə olmuşam. Orada yeni insanlarla tanış olmuşam və əslində maraqlı bir uşaqlığım keçib deyə bilərəm. Oyunlar, çempionatlardan sonra uğursuzluq, məğlubiyyətdən sonra özünü necə toparlayırsan? Onsuz bir yerdən sonra məğlubiyyətlər çox olur, uğursuzluqlar çox olur və bir yerdən sonra artıq bunlar səni çox da keyfli pozmur. Çünki bilirsən ki, şahmat yolu uzun bir yoldur və bu bir dənə turnirdən ibarət deyil. Ona görə bir turnirdə pis oynayanda bu uzun müddətdə əslində heç nə dəyişmir. Əsas növbəti turnirdə daha yaxşı oynamaqdır. Bu günə qədər həyata keçirmədiyin şahmatla bağlı hansı arzuların var? Çox var əslində. Dediyim kimi dünyada məsələn top ən güclü şahmatçılardan biri olmaq istəyirəm. Əsas arzularımdan biri budur. Digəri isə bizim Azərbaycanda heç vaxt böyüklərin olimpiyadasında medalımız olmayıb şahmatda və arzum odur ki, nə vaxtsa Azərbaycan milli komandası ilə burada Azərbaycana ilk medalı gətirməkdir. Arzularımdan biri də budur. İnşallah verilişlərin birində arzunu demişdin, reallaşdı. Bu da tezliklə reallaşar. Azərbaycan şahmat arenasına bir şahmat çempionu kimi yox, həm də məşqçi kimi necə töhfə vermək istəyərsən? Bu barədə bir planların, arzuların varmı? Yox, bu barədə heç bir planım yoxdur. Hal-hazırda öz karyerama belə deyək,
öz karyeram barədə düşünürəm və prioritetim budur. Daha sonra nə vaxtsa şahmat karyeram bitəndə onda artıq müəllimlik barədə düşünə bilərəm. Sonuncu sualı ünvanlayım. Ən çətin rəqibin kim olub və bundan sonra sənin üçün çətin gələn bir rəqib varmı ki, ona qalibiyyət düşünürsən? Buna nəsə spesifik bir cavab vermək çətindir, çünki çətin rəqiblərim çox olub, çətin oyunlarım çox olub. Rahat sən rəqibini bilməyə bilərsən, amma o məsəl üçün Magnus Carlsen ola bilər, deyək ki, hə? İndiyə kimi oynadığım ən güclü şahmatçı Magnus Carlsen olub və ona da qalib gəlmişəm. Ümumiyyətlə gedişdə, oyun gedişatında hücum yoxsa müdafiəni seçirsən? Hər ikisi olmalıdır, hər ikisini seçirəm. Birini seçsəm, yəni uğurlu olmaq üçün məncə hər ikisi olmalıdır. Amma yaxşı birini seçməliyəmsə, müdafiəni seçirəm. Müdafiə belə deyək də, həm də hücuma hədəfləmək üçün bir gedişatdır. Təşəkkür eləyirik sənə və bizim üçün vaxt ayırdığın üçün. Növbəti görüşümüzdə daha böyük uğurunu biz səninlə həyatın içindən verilişində işıqlandırmaq arzusu. Çox sağ olun, dəvətə gəlin. Belə dəyərli izləyicilər, bugünlük bu qədər. Qısa amma dərin və çox maraqlı bir verilişimizlə sizinlə görüşdük. Gələn verilişimizdə görüşənə qədər hələlik.